Şəhid ailələri ilə birgə keçirilən vaxt bizim həyatımızın ən mənalı anları sayıla bilər. Allah qatında da bu saatlar əzizdir. Allah özü, hədis-i qudsi var. Allah buyurur ki, kim şəhid ailəsini sevindirsə məni sevindirər. Kim onları narahat etsə məni narahat edər. Yəni şəhid ailəsi ilə birgə keçirilən vaxt Allaha ibadət hesab oluna bilər. Allah rizası üçün onlara xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün şərəfdir, böyük bir iftixardır. Allah buyurur ki, şəhidin canişini onun ailəsinin içində mən özüməm. Yəni şəhid ailəsi başsız deyil, mən o ailənin başçısıyam. Və mübarək Ramazan ayının artıq ilk 10 günlüyünü başa vurmuşuq. Mübarək Ramazan ayı məlum olduğu kimi aylar içində ən fəzilətli aydır. Ən fəzilətini artıran amillərdən biri də budur ki, Allah bizə bu ayda oruç tutmağı vacib buyurub. Orucun fəziləti nədədir? Oruc niyə bu qədər fəzilətlidir? Oruc insanda imtina gücünü formalaşdırır. İnsan nə üçün insandır? İnsan ona görə insandır ki, imtina etməyi bacarır, yox deməyi bacarır. İmtina etməklə insan ucalır, yüksəlir və insanlığını hiss edir, insan olduğunu hiss edir. Dünyada hansı sahədə uğur qazanmış insan sadalamaq istəyirsə, nümunə göstərmək istəyirsə, istər idman sahəsində, istər elm sahəsində, istər hər hansı sahədə olursa olsun, ancaq imtina etməyi bacaran insanlar həyatda uğur qazana bilir. Nədənsə imtina etmək gücündə olan insanlar və imtina etmək bacarığı insanı digər canlılardan fərqləndirən ən başlıca xüsusiyyətdir. Ramazan ayı bu baxımdan şəhidlərlə əlaqəli bir aydır. Şəhidlər də imtina etdilər. Dünya həyatlarına yox deyib, Allaha qovuşdular və həyatın daha üstün mərhələsinə çatdılar. Allah Quranda buyurur ki, "Lə təhsəbənnəl-ləzīnə qutilu fi səbilillah əmvətən." Allah yolunda öldürülənləri ölü sanmayın. Bəl əhyaun, onlar diridirlər. Bura qədər hamı ayəni deyir. Amma ən əsas söz bu ayədə ondan sonraki sözdür. Allah buyurur ki, "İndə Rabbihim." Onlar Rəblərinin yanındadır. Allahın yanındadılar. Allahın yanında olmaq məqamı cənnətdən üstün məqamdır. Yəni şəhidlər cənnəti qazanmır, cənnətdən daha yüksək məqam qazanır. Allahın yanında yer alır. Allahın yanı nə deməkdir? Biz onu başa düşə bilmərik. Bu şəhidlər üçün ən böyük, ən uca, insanın çata biləcəyi ən uca zirvədir və şəhidlər o məqamdadılar. Ona görə də şəhid ailələrinə həmişə bizdə müjdə veriblər. Baş sağlığından daha çox deyib və gözünüz aydın olsun ki, Allah sizin ailəni qurban verməyə layiq bildi və sizin qurbanınızı qəbul elədi. Allaha çox şükür ki, müharibə arzu olunan bir şey deyil də, heç bir xalq müharibə arzulamır. Amma müharibənin bir müsbət tərəfi nədən ibarətdir? Müharibə xalqın içində olan gizli qəhrəmanları üzə çıxarır. Və bu müharibə göstərdi ki, bizim gənclərimiz nə qədər dövlətə, vətənə bağlı bir gənclərdir. Belə bir gənclik formalaşıb müstəqillik illərində. Kütbələrdə, çıxışlarda, məsciddə də, verilişlərdə də dedim ki, Azərbaycan gəncliyi sınaq zamanında öz haqqa bağlılığını, fədakarlığını göstərəcək, necə də elə də oldu.